dinleyeceğiz. Gelsin Akşın Fatih'in şerefine. Her vaxtınız xeyir olsun. Xoş gördük hamınızı. Dostlar, qonaqlar, dostlarım, qardaşlarım, sənətçi dostlar. Çoxdan da gözləyirdiniz, tez-tez soruşurdular. Biz də deyirdik ki, inşallah ki, möhtəşəm bir məkan hazırlıq. Əladır hər şey. Və bu günləri Bayfatih'in növbəti məkanı açılır və gözəl bir möhtəşəm konsert proqramı hazırlamışıq. Məkanın fərqi digərlərindən konspekt olaraq tamam fərqli olacaq. Özünüz də inşallah şahid olacaqsınız. Şəhərin bir məkanı var ki, Bayfatih, yadınızda saxlayın, bura bir nömrə olacaq. Bunu deyirəm, bura yazın, inşallah ki, şahid olacaqsınız. Və bütün hamımıza təşəkkür edirəm. Bizim heyətə, işçilərə, mətbəxdə çalışanlar, qapıdan, kiçikdən böyüyə hər birinə təşəkkür edirəm. Hamısı böyük zəhmətlər çəkirlər, neçə günlərdir yuxusuz qalıb, əziyyət çəkirlər. Və sənətçi dostlarımız, çalışan heyət hamımıza təşəkkür edirəm. Ən əsasda ki, bizim qonaqlar, əksəriyyət burada olanlar 70-80% bizim şəxsən tanıdığımız insanlardır, xanımlar, bəylər. Hamımız çox sağ olun ki, bu günlər gəlmişsiniz, yanımızdasınız. Və mən istəyirəm ki, ilk çıxışıma elə hamımızı dəvət edən bir rəqs eləyək, ha? İlahi hava dəyişsin, papri səslənir, hamımızı meydana dəvət edirəm. Gəlsin mahnı. Hoş gördük hər birinizi. Akşın, maşallah. Maşallah gününüz olsun. Hər yerdə biraz qonalı. Bayaq deyirəm uşaqlara çöldə ki, Akşının şəkili vurulmadığı yer qalmadı. Allah gecindən versin, bir yerə genç vurulsun. 150. Orada şəkil olmayacaq. Bizim məkanımızın ilk məkanımızın açılışının məşhurlaşmağında Şəbnəm xanımın çox məşhur bir frazası var idi. Bayfatih. Biz show business bilirik də nəyin gündəm olacağını, nəyin olmayacağını, en azından Aytaç bilirik. Yəni düşünülmüş şəkildə demişik. Azərbaycanda PR'ın ən güclü yolunu bilən bu adam. Bundan soruşun. Yəni sonra da... Arada məsləhətlər verirəm Şəbnəm xanıma. Bəli, Akşın xeyirli olsun, uğurlu olsun. Çox sağ olun, gəldiyiniz üçün təşəkkür edirik Şəbnəm xanıma. Dostumuzsan, sən harada varsansa, biz orada varıq. Həmişə bura belə gözəl, açsın, daşsın. Ruzunu bərəkətli olsun. Duyetimiz gəlsin, yoxsa? Gəlsin, duyetimiz səslənsin, bir ürəklə, küslərlə olun. Abi bir icazə verin, icazə verin. Bakın. Bakırıq. Odur. Leş yapmalı, Odur. Vay aksine. Tebrik ederim.